Cruises.az-ın dəyərli dostları, MSC Grandiosa gəmisi və Sportplex bölümü həmən sağ tərəfdə idman zalını görürsünüz. Hansı ki idman artıq həyatımın bir tərzidir deyənlər üçün müxtəlif alətlərin olduğu bir bölüm. Yəni idman zalı pulsuz bir şəkildə istifadə edə bilirsiniz. Sportplex olaraq gördüyümüz hissədə isə deməli burada daha çox deməli jetonlu oyunlar, məsələn bir neçə oyun, motosiklet, maşın, bunlar jetonlu oyunlardır və əlavə pullandı. Məsələn, əgər qiyməti maraqlıdırsa, tutaq ki neydi o, 2 evro nümunə üçün göstərdim sizə. Sonra təqib edir burada oyun maşınları. Yalnız ki bunlar da yine pullandı ama oynanıla bilər istənildiyi təqdirdə. Hemen sağ tərəfdə yenə qapalı bir oyun zalımız var. Hansı ki burada uşaqlar, böyüklər, futbol, basketbol kimi oyunları pulsuz bir şekilde toplar elde eləyərək oynayarlar. Hemen sol tərəfdə Formula 1 simülatörü yer alır. Bunu da mindiyinizdə əmin olun ki, həqiqi mənada Formula 1 yarışlarındaki maşınlardaki sürət, titrəmə, adrenalini hiss edə bilirsiniz. Hemen sol tərəfdə bir bowling zalı var. Bu da əlavə ödənişləndir, amma yenə də bowling sevərlər bu şəkildə bowlinglərini oynayıb xoş vaxt həyata keçirdə bilərlər. Ayrıca VR hissəsidir və XD interaktiv sinema bölümüdür. Hazırda bağlıdır. Amma sinemaya da gələ bilərsiniz əlavə ödənişlə. İşlədiyi saatlar və qiymətlər. Bu şəkildə də kruiz səyahətinizi daha mənalı, daha maraqlı həyata keçirə bilərsiniz. Bax belə.